Axşamınız xeyir dostlar. Hər gecə bir nağıl dinləməkdən yorulmadınız ki? Elə isə keçid alaq növbəti nağılımıza. Bu axşamki nağılımız fransız nağılı olacaq. Adı da Adsız Babadır. Çox qədim zamanlarda aslan kimi güclü və cəsur bir şahzadə vardı. Güclü olduğu qədər də ağıllı idi. Kral atasının ölümündən sonra onun yerinə keçən gənc şahzadə ölkəsinin çox sevilən hökmdarı oldu. Gənc kral çox istəməyinə baxmayaraq özünə layiq bir şahzadə tapa bilmirdi. Günlərin birində məşhur rəssamın emalatxanasında bir qız portreti gördü. Ona aşiq oldu. Ölsəm də, qalsam da mən bu qızla evlənəcəyəm, deyə düşündü. Rəssamdan bu qızın kim olduğunu soruşdu. Hökmdarım, bu qızı məkirli cadugar bir qalada dustaq saxlayır. Özü də qapının qarşısında oturub növbə çəkir. Əhatəsində mühafizəçi əjdahalar var. İnsan övladı bu qaladan içəri girə bilməz. İndiyə qədər bir çox igidlər onu xilas etməyə cəhd etsələr də heç bir nəticəsi olmayıb. Gənc kral bu məsələdə çox qərarlı idi. Gecə ən sadiq xidmətçisi ilə birgə arabasına minib naməlum torpaqlara doğru yollandı. Cadugarın qalasındakı qızı qurtarmaq istəyirdi. Böyük qaranlıq meşələrdən keçərkən kralın yuxusu gəldi. Arabasında yatarkən xidmətçi atları sürürdü. Xidmətçi çox yaxından səslər eşitməyə başladı. Sadiq xidmətçi dərhal arabanı saxlayıb diqqətlə qulaq asdı. Kimsə adsız babadan nə haqqındasa danışmasını istəyirdi. Adsız baba danışırdı. Bilirsinizmi? Bu gecə gənc və cəsur kral xəyalındakı şahzadəni xilas etməyə gedir. Amma onun işi çətindir. Birazdan bir dəriyə rast gələcək. O dərəni keçə bilməz. Bunun oradan keçməyi üçün arabasının təkərlərinə dərə yaxınlığında olan ağ daşın üstündəki yosunlardan çəkmək lazımdır. Heç xəbəri də yoxdur ki, qalaya çatanda cadugara yuxu tozu verməsə, qızı xilas edə bilməyəcək. Cadugar yuxuya getsə, şahzadəni qaçıra bilər. Lakin cadugar oyanan kimi arxasınca öz əjdahalarını göndərəcək. Gənc kral əjdahalarla döyüşmək məcburiyyətində qalacağını bilmədiyinə görə hazırlıqsız olacaq. Bütün bunları bilmədiyi üçün şahzadəni qurtara bilməyəcək. Xidmətçi bütün bunları dinlədi. Kral oyananda hər şeyi ona danışdı. Biraz yol getdikdən sonra həqiqətən də qarşılarına dərə çıxdı. Babanın dediyi kimi təkərlərə ağ daşın yosunundan sürtüb suyun üzərində sanki quş kimi uçub keçdilər. Cadugara büllü şüşədə ətir hədiyyə etdilər. Ətirin içinə də yuxu tozu qatdılar. Cadugar yuxuya gedən kimi şahzadəni qaçırdılar. Adsız babanın söylədiyi kimi bir müddət sonra cadugar yuxudan oyanıb onların dalınca əjdahaları göndərdi. Amma cəsur kral hazırlıqlı idi. Əjdahaları tələyə salaraq bir ağaca bağladı. Beləcə saraya geri döndülər. Ölkədə o günədək misli bərabəri görülməmiş toy məclisi quruldu. Bütün əhali deyib gülür, əylənir, oynayırdı. Sizcə hamının iştirak etdiyi bu şənlikdə kral lap yuxarı başda kimi oturtmuşdu? Əlbəttə ki, adsız babanın sözlərini eşidən sadiq xidmətçisini. Amma bu qulluqçu artıq kralın xidmətçisi deyil, ən yaxın dostu idi. Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik.
Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.